Bizim hörmətli şeyxə Allah şükür Paşazadəyə deməli sual verirlər. Soruşurlar İranla bağlı da nə deyərsiniz? Deyir onu mənim katibim cavab verə bilər. Yəni bu şeyx biganədir millətə, xalqa qarşı. Yəni öz xalqındır da bu, Azərbaycan xalqı daxil. Orada öldürürlər. Ora hakimiyyətdə kimlər istəyir gələ, baxın görün nə qədər baş kəsiblər. Bu indi istəyir gəlsin. Bu da onun babasıdır, atasıdır. Yəni milyonlarla türkün başını kəsibdir. Xameyni, yəni bunlar 50-dir. Siz deməli şeyx necə olur? Bəs belə katib niyə cavab bilməlidir? Katibin işidir o. Bəs siz nəyə görəsiniz? Yaxşı, siz danışmırsınız. Amma Qafqazın şeyxi adını daşıyırsınız. Bu nə qədər düzdür? Mən razıyam, mən fəxr edirəm. Qafqazın şeyxidir. Qafqazın böyük dövləti, böyük xalqı elə də olmalıdır. Amma sizin sözünüz, baxın görün, bunlar hardan əmələ gəlir? Bu da şeyxdir, özünü şeyx görür. Maxaçqalada oturub. Bu da Maxaçqalada oturub. Görün, siz danışmırsınız. Belənki insanlar əmələ gəlir. Yəni, siz də danışmalısınız. Bizə qarşı, bax, bu da geyimlərə baxın. Bunu da gördünüz. Yəni, geyimə qarşı mən demirəm. Amma bunları gedəndə Azərbaycanlı kimi qəbul edir. Deyirlər, ya Afrikadan, Ərəbistandan gəlir. Bax, bunu niyə geyinmir? Bunu geyinsə, nədir bəyəm, müsəlman olmayacaq. Bu yaylığımıza baxın, gözəl yaylığı. Niyə gəlir ki, ərəbinkini bağlı? Deməli, hörmətli şeyx, siz Qafqazda ümumiyyətlə bu işi görsəydiniz, yəni nə Qafqaz xalqları bizə qarşı düşman olardı, nə də ki, İranda belənki insanlar əmələ gələrdi, nə də daxildə də görün nə qədər bilmirəm bu o nə deyirlər, küt beyin demirəm, o pastı beyinli insanlar əmələ gəlir da, beyinləri. Siz danışmalısınız, siz deməlisiniz. Sizi deməli, bax bunlar ki orada rahat oturublar, Maxaçqalada bizə qarşı deməli danışırlar, düşmənçilik yaradırlar xalqlar arasında. Bəs o müftilər var, o mollalar var, o Dağıstanın mollaları, bəs siz axı Qafqazın şeyxisiniz. Dağıstanın mollası niyə sizin sözünüzü əməl etmir? Sizin sözünüz keçir axır. Niyə bunların qarşısını almır? Niyə? Siz bax bir dəfə tələb eləmədiniz ki, o şeyxlərdən də Qafqazda Çeçenistandır, Dağıstandır, Maxaçqala şəhərlərində ümumiyyətlə niyə belənki insanlar əmələ gəlir? Bəs o mollalar hara baxırlar? Bəs siz böyüksünüz axır, sizin sözünüz keçməlidir. Siz İrana irad tutmalıydınız. Xameynidir, kimdir onlar? Siz deməlisiniz ki, ay Xameyni qardaş, ay Farslar, qondarma Farslardır da, bu Avropalılar etiraf edir ki, onlar Fars deyirlər. Mən demirəm, ha. Makedonski var. Şeyx bir irad tutmur ki, ay millət, sizi axır Azərbaycanlılar hakimiyyətə gətirdi. Hakimiyyətə qoydu, yəni işdən hakimiyyətə idarə eləyənmirlər. Siz onu deməlisiniz ki, siz, qardaş, niyə Azərbaycan Türk xalqını orada incidirsiniz? Kitabı yox, dəftəri yox, dili yox. Niyə öldürürsünüz? Niyə türmələrdə bunlar İran türmələrində hamısı, bütün oğullarımız, qızlarımız hamısı orada məhv olur, gedir. Deyə bilərsiniz də, bunu niyə demirsən? Bax bu qədər. Yəni
Hörmətli şeyx, yəni bax bunu siz danışmaq lazımdır. Dağıstan bizə qarşı, bizə düşman kimi baxırlar. Qardaş, Dağıstan bizə işğalçı kimi baxırlar. Siz axı danışmalısınız. Siz deməlisiniz ki, buranın yəsi həmişə Qafqazda türklər olublar, onu Tanrı veribdir buna. Tanrı yaradıbdır, beləncə yaradıbdır türkü. Bunu niyə axır siz durursunuz, işğalçı kimi baxırsınız, gəlmə kimi baxırsınız? Bunu siz deməlisiniz, niyə demirsiniz? Ona görə də beləki insanlar, düşmanlar əmələ gəlir. Bax, bu qədər.